İkincisi də yenidən hər bizi salmırıq. İlk isə nəticəsini sizə xatırladaq. Sumqayıt 4, Şirvansaray 3. Həlici isə. İlk isə çox dramatik məcrada keçdi ilə maçın əvvəllərində Sumqayıtın çox güclü və zəli kimi komanda olduğunu vurulamışdım. İlk öncə Şirvansaray hesabı açmışdı, ardından ikinci top vuruldu. Daha sonra isə hesab fərqi minimum indi. Lakin Raul Məmmədov meydana daxil olar olmaz fərqi yenidən 2 topa qaytarmışdı. Artıq Şirvansaray yenicə rahatlamağa, rahat nəfəs almağa başlayırdı ki, Sumqayıt ardıcıl 3 top vurdu və nəticədə hissəni gözlənilmədən qalib başa vurmuş oldu. Yəni geri dönüş etmə baxımından söhbət gedir. 4-3'lü iş qələbə ilk hissədə Sumqayıtın aktivində. Amma əsas maçın son final fitidir. Əli Cəfərli. Toxunuş var və alt Şirvansaray. Qayda pozulur və cərimə zərbəsi. Birbaşa çərçivə qalanmışdı zərbə və top qapının üstündən keçdi. Sumqayıtın daha bir hücumu. Bu dəfə top qapıdan aralı keçdi. Nurla Babayev. Fikrət Beypatov. Babayeva qarşı qayda pozuntusu var və cərimə zərbəsi. Civanlar meydanı mərkəzindən Əli Cəfərli topu oyuna daxil etməlidir. Və onun ötürməsinə hər hansı bir toxunuş olmadı. Hesab elə ki, dəyişilməz olaraq qalır. Fikrət Beypatov. Burada ötürmə etmək lazım idi. Babayev tamamilə nəzarətsiz qalmışdı. Əli Cəfərli. Boşda qalan top. Və qapı direği. Təkrar episod olacağım. Fikrət Beypatov. Out Şirvansaray. Babayev. Top Sumqayıt klubunda. Yine alt Sumqayıt. Doğrudan da əsl qarşılıqlı hücumlar şəraitində keçən maçın marağı bir başqa olur. Şirvansaray klubu bu sezon olduqca çox qalib gələn komandalardan biridir. Və hesab bərabərləşdi. Nömrə 3 Əli Cəfərli. Mümkün olmazı mümkünə çevirdi. Belə bir dar bucaqdan hesabı bərabərləşdirən Əli Cəfərli bu hissədə komandasına ümidlər verdi. 4-4. Zənimcə növbəti qolla Şirvansaray klubundan gələcək və artıq oyunda öz oyunlarının balansını qoruyub saxlaya biləcəklər. Təbii ki, Sumqayıt yenə fərqlənməsə, bu dəfə isə hər şey Şirvansaray üçün yaxşı qurtardı. Əli Cəfərli. Alt Şirvansaray. Raul. Raul Məmmədov. Boş qapıdan çıxartdılar.
Babayev. Əli Cəfərli. Fikrət Beyputov. Əli Cəfərli. Raul. Əli Cəfərli. Raul Məmmədov. Və qayda pozuntusu. Raul Məmmədov qaydanı pozdu. Raul. Əla sıldı rəqibindən, önü boş, zərbə indirmək lazım idi və son anda müdafiəçi qola imkan vermədi. Əli Cəfərli. Babayev. Tək başına 2 oyunçuya qarşı mübarizə aparırdı. Out. Sumqayıt. Raul. Babayev. Əli Cəfərli və sonunda yenə boş qapıdan çıxartdılar. Out. Sumqayıt. Əl oyun və cərmə zərbəsi. Zərbədən sonra top qapının üstündən keçdi. Həsən Cəfərli. Ömərkan. Boşda qalan top. Və top orada. Müdaxilə etməyə çalışdı Həsən Cəfərli, amma qola mane olmaq mümkün olmadı. Sumqayıt maçda 5-ci qol vurur. Aferin, bravo. Ömərkan. Aşırma vuruş və gol! Şirvansarayın Türkiyəsinin legioneri Ömərkan hesabı bərabərləşdirdi. Çox çətin nöqtədən topu tora qovuşturdu Ömərkan. Yenə hər şey yerində başlayacaq, baxmayaraq ki, maçın bitiminə təqribən 10 dəqiqədən biraz çox vaxt qalıb. Hələ də maçda qalibi müəyyənləşdirmək çox çətindir. Kana qarşı qayda pozulur, cərmə zərbəsi. Həll oyun, cərmə zərbəsi. Penalti. Cəmişasının daxilində. Top onun əlinə dəymişdi Sumqayıtlı oyunçunun. Və indi Şirvansaray hesabda önə keçmək üçün çox əla imkan yaxalayıb. Penaltini kim yerinə yetirəcək? Deyəsən Ömərkan özü. Ömərkan və top orada. 6-5.
Geri dönüşü bu dəfə Şirvansaray etdi. Tamam başla. Legioner dublünü rəsmiləşdirir. Gözlüyordum aşağı ilə az öncə vurğuladım kimi Şirvansaraydan bu hissədə geri dönüş hələ ki elə oldu. Ama indi hücum dalğası Sumqayıtdan gələcək, bir qədər diqqətli olmaq lazımdır. Out Sumqayıt. Həsən Cəfərli qarşılayır. Əli Cəfərli. Kan istiqaməti ötürməyə Allah və qapı direği. Necə mükəmməl zərgər dəqiqliyi ilə ötürmə verilmişdi Mərkana, amma dirək olaman oldu. Az qala hesab bərabərləşəcəkdi. Bu dəfə dirək Şirvansarayı qoldan qorudu. Top Sumqayıt klubunda. Şirvansaray topla oynayacaq. Esas vaxtın son 8 dəqiqəsi. 6-5 Şirvansaray üstündür. Qayda pozulur və cərmə zərbəsi. İkinci zərbəsi yerinə yetirəcək Sumqayıt. Növbəti ikinci zərbəsi Sumqayıt. Al topu. Başla. Çek başla. Dəfə isə hələ səndə Şirvansarayın 11 nömrəli oyuncusu ikinci zərbəsini yerinə yetirəcək. Əli Cəfərli, Həsənli, Həsən Cəfərli. Növbəti ikinci zərbəsi. Ardıcıl top ateşinə tutub Şirvansaray Sumqayıtın qapısına, amma heç cür top sonra daxil olmur. Müdafiədə çox kip futbol nümayiş etdirir Sumqayıt. Əli Cəfərli. Əmərkan. İkinci zərbəsi Şirvansaray. Bir dəqiqə qalanda zərbə qarşı ötürmə hələ Həsənlidə və top Sumqayıtda qalır. Son 6 dəqiqə. Sumqayıtın hücumu və top qapıya paralel şəkildə meydançanı tərk etdi. Çox təhlükəli hücum həyatda qaldı Sumqayıt. Yenə boşluq yaranmışdı və dərhal sığortaladılar. Out Şirvansaray. Yoxsa yox, Sumqayıt klubuna qalır top. Yan xətən Şirvansaray. Hələ oyun hələ Həsənlidə. Cərmə zərbəsi Sumqayıt. Əli Cəfərli. Hələ Həsənli. Həsənli və gol!
Sona 5 dəqiqə qalmış. Bu qola çox ehtiyac var idi. Əsərni çətinliklə də olsa fərqi 2 topa çatdıra bildim. Az da olsa heç olmasa 1 dəqiqə, 2 dəqiqə də olsa rahat nəfəs almaq olar. O lazım değil. Orada bir nefer 10 kaldı kapısında. Son 5 dəqiqə oynanılır. Geç topa. Bravo bak. Çok güzel. Babayev sərbəst top təyin edilir. Hakimə top tuş gəldiyinə görə böyük ehtimal. Geç sıkını. Ötürmə də səhv top Sumqayıt klubunda zərbə də oldu və əsəbləşdi. Sumqayıtın 10 nömrəli oyuncusu əlinə düşən imkanı boşa verdiyinə görə böyük ehtimal. Yeni ötürmə səhvi. Və top orada. Öz meydançalarından heç çıxa bilmədi pressing nəticəsində Şirvansaray. Fərq minimuma indi. Cəmi 1 dəqiqə rahat nəfəs almaq mümkün oldu və Şirvansaray 7, Sumqayıt 6. Getir be. Allah ver baba. Zara, geç. İşte Tuna. Raul. Raul Mehmedov. Güzel. Top Sumqayıt klubunda qalır. Bravo. Açın be. Dışarısı. Haydi. Və zərbədən sonra top qapıdan aralı keçdi. Bırak bir şey. Bırak orada. Ulan da var. Özümde gelin. Bırak gel kapsın bana. Gel. Gel kapında bak. Gel. Buna yavaşla. Bir kaba. Sıt gel. Babayev. Raul. Alt Şirvansaray. Nurlan Babayev. Top Sumqayıt klubuna keçdi. Kritik müdaxilə Həsən Cəfərlidən hesab bərabərləşməyə çox yaxın idi. Alt Şirvansaray. Maçın son 2 dəqiqəsi. Gün zərbəsi yerinə yetirəcək Şirvansaray. Əli Cəfərli. Fikrət Beypudov. Raul əksik şans ola bilər. Ötürmə lazımda sol şatı Nurlan Babayev gəlir top Babayev. Zərbə indirəcək mi? Gözləməli oldu. Və gol! Fərqli bir gol. Fikrət Beypudovdan gəldi. Hər kəs şaşdı, sanki dondu qaldı. Nə olacaq, kimə ötürmə verildi bilinmədi. Ən əsas isə hesab dəyişdi. Son 1 dəqiqə və bu 1 dəqiqə 2 top üstün yollanır Şirvansaray. Şirvansaray 9, Sumqayıt 7. İkinci zərbəsi Sumqayıt. Artıq hər keçən saniyə Şirvansaray bu gərgin qarşılaşmada 3 xala daha yaxın edir. Raul Mehmedov bitir oyunu Raul. Ay, son anda çox kritik müdaxilə. 2-9 nömrə bir-birinə qarşı mübarizə aparırdı. Topa toxunmasa artıq fərq 3 topa yüksələcəkdi. Alt yerinə yetirir Şirvansaray. Əsas vaxtın son saniyələri.
Qayda pozulur və cərmə zərbəsi. Yenidən top Sumqayıt klubunda. Babayev sığortalayır. Out Sumqayıt. Raul. Əli Cəfərli. Raul Məmmədov top atmadı və out Sumqayıt. Və bununla da maç başa çatdı. Gərgin və dramatik keçən qarşılaşmada Şirvansaray 9-7 hesabı ilə qalib gələrək aktivinə 3 halı yazdı.